Azərbaycanda 1990-cı il yanvarın 20-sində baş vermiş faciədən 36 il keçir. Bölgə TV-nin məlumatına görə bununla bağlı Azərbaycanda ümumxalq üzün günü elan olunur. Azərbaycan hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar tərəfindən 20 yanvar faciəsinin qurbanlarının dəfn olduğu şəhidlər xiyabanı ziyarət olunacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücüləri həmin gün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, alternativ yollara üstünlük verməyə çağırır. Dünya ictimaiyyətinin diqqətini qanlı yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir. Yanvarın 20-sində Bakı vaxtı ilə 12:00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək. Qeyd edək ki, 1990-cı il yanvarın 19-na 20-sini keçən gecə Sovet ordusu Bakı şəhərinə daxil olaraq dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib. 1994-cü ildə Azərbaycan Milli Məclisi 20 yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib. Rəna Rövşənqızı, Bölgə TV.